Yaxın Şərqdə xəyanət şoku. Ərəb müttəfiqlər Amerikanın üzünə qapılarını bağlayır. Səbəb? Gündəm xəbərin efirində 20 fevral tarixdə və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Yaxın Şərqdə müharibə barabanları çalınarkən Amerikanın regiondakı əsas müttəfiqləri məhz Vaşinqtonu şoka salacaq bir qərar qəbul ediblər. Gündəm xəbər verir ki, CBC News-un sensasiyon məlumatına əsasən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Yordaniya öz ərazilərindən İrana qarşı hərbi əməliyyatlarda istifadə edilməsinə qəti şəkildə qarşı çıxıblar və 40 min əskər kilidlənib. Xatırladaq ki, bu ölkələrin ərazisində hazırda 40 minə yaxın Amerika hərbi qulluqçusu yerləşdirilib. Lakin Ərəb ölkələri İranın öz ərazilərindəki Amerika obyektlərinə cavab zərbələri endirəcəyindən ciddi şəkildə ehtiyat edirlər. Bu səbəbdən də onlar öz torpaqlarının və hava məkanının İrana qarşı hücum meydanına çevrilməsinə icazə vermirlər. Məlumata görə Ərəb vasitəçiləri ilə yanaşı Türkiyədə İranın nüvə proqramı ətrafında böhranın yalnız diplomatik yolla həllini dəstəkləyir. Adı çəkilən ölkələrin hər biri İranda hər hansı dövlət quruluşu dəyişikliyinə, yəni rejim dəyişikliyinə qarşı vahid cəbhədə çıxış edirlər. Daha bir sarsıdıcı məlumat isə Pentagondan gəlib bildirilir ki, Amerika hərbiçiləri artıq gələn şənbə günündən etibarən İrana qarşı döyüş əməliyyatlarına başlamağa hazır olduqlarını Donald Trumpa məruzə eləyiblər. Lakin Trump hələlik yekun qərarını verməyib və əməliyyatın bu həftə sonu başlamayacağı ehtimalı daha yüksəkdir. Bölgədəki bu parçalanma Vaşinqtonun hücum planlarını alt-üst eləyə və Tehranın mövqeyini daha da gücləndirə bilər deyə məlumatda bildirilir.